Birinci gecə bilirsiniz, bizim adətimiz Xanım Fatimə-i Zəhra Salamullah Aleyhanın qapısına getməkdir. Biz həmişə, neçə illərdir artıq, birinci gecəni, Məhərrəmin birinci gecəsini həmişə Xanım Fatimə-i Zəhraya həsr eləyərik. Dəfələrlə bu sözü demişəm. Ona görə yox ki, Xanım Fatimə-i Zəhra Kərbəla şəhididir. Ona görə ki, Xanım Fatimə-i Zəhra Salamullah Aleyha Kərbəla şəhidi, şəhidlər ağası İmam Hüseynin anasıdır. Onun tərbiyəçisidir. Onu böyüdəndir. Və ona görə Xanım Fatimə-i Zəhra Salamullah Aleyhanı birinci gecəni ona həsr edirik ki, çünki Xanım Fatimə-i Zəhra Salamullah Aleyhanın, indi alimlərimiz belə deyirlər ki, o cismi ilə Kərbəlada olmadı, amma ruhu ilə heç vaxtı tərk eləmədi. Heç tərk eləyə də bilməz. Tərk eləyə də bilməz. İndi ümumiyyətlə ananın övladı olan məhəbbəti məlumdur. Bunu hamı bilir. Amma Xanım Fatimə-i Zəhra kimi bir ananın İmam Hüseyin əleyhissalam kimi bir balaya məhəbbəti. O onu ruhən tərk eləməz ki. O məktəllərdə yazıblar, kitablarda. Deyir, Xanım Səkinə Şamda əsir olanda yuxuda gördü, yatdı, yuxuda gördü nənəsi Fatiməni. Dedi, nənə can, bilirsən bizim başımıza nə on gətirdilər? Başladı bir-bir saymağa. Dedi, nənə can, Əli Əkbəri doğradılar, Əli Əskəri oxladılar. Əmim Əbəlfəz deyəndə Xanım Fatimə dedi ki, Səkinə, yanan qəlbimi yandırma. Yanan qəlbimi yandırma. Sən elə bilirsən, orada yox ha. Mən yox idim orada, elə bilirsən. Çoxdur bu məktəllərdə, bunun nümunəsi çoxdur. Və yaxud Əli Əkbərin müsibətində danışmışam sizə. İmam Hüseyin axır nəfəsində gəldi, gördü ki, Əli Əkbər çox qəribə bir haldadır, can verən halda. Sağa baxır, təbəssüm eləyir, üzü gülür. Amma sola baxır, gözündən yaş axır. Dedi, oğul, sənin qəribə halda görürəm. Gah təbəssüm, gah ağlayırsan. Bu nə deməkdir? Dedi, sağa baxıram, ata. Görürəm, cəddim Rəsulullah əlində cənnət suyu ilə qalıb məni gözləyir. Ona gülürəm, təbəssüm edirəm. Amma sola baxanda görürəm, nənəm Zəhra əyləşib. Orada da var, nənəm Zəhra əyləşib. Oğul, o da sənin müsibətivə gəlib, deyir, yox, ata, o mənə baxmır. O sənə baxır. Sənin hər gözündən axan bu yaş damcıya deyir, məzlum oğlum var. Hər damlıya bunu deyir. Ona görə Xanım Zəhra alimlər deyərlər ki, cismən Kərbəlada döyürdü, amma ruhən oradaydı, Kərbəladaydı. Amma mən bu günləri iki dənə Xanım Zəhranın İmam Hüseyndən, İmam Hüseyin də Xanım Zəhranın ayrılığından istəyirəm belə bir dənə bənzətmə ilə deyim, amma bundan qabaq bir dənə Peyğəmbərin hədisi var, buyurur ki, qiyamət günü qızım Xanım Zəhra məhşərə gələndə çox izdihamla gələcək, çox möhtəşəm gələcək. Mələklərdən, hurilərdən ətrafında xədəmələrlə, xidmətçilərlə gələcək. Dərhal nida gələcək ki, Fatimə udxuli fil cənnə. Deyiləcək, Fatimə cənnətə daxil ol. Hər ki, nida gələcək ki, Fatimə udxuli fil cənnə. Fatimə cənnətə daxil ol. Da bu möhtərəm, bu ehtiram, bu möhtəşəmliklə, deyir Xanım Fatimə, amma bir sən nə deyəcək? Cənnətə daxil olmayacaq əvvəl. Deyəcək ki, oğlum Hüseyni mənə göstərin. Deyəcəklər, Fatimə unzuri iləl məhşər. O insanlar ki, məhşərə qiyamət günü toplanacaq, Xanım Fatimə bax ora, Xanım Fatimə baxanda
görəcək oğlu Hüseyn məhşərdə başsız dayanıb. Sarxatan, hədisin ərəbcəsi belədir. Elə bir nala çəkəcək xanım Fatimə Zəhra, mələklər ağlayacaq. Amma mən xanım Fatimə Zəhranın İmam Hüseyndən o ayrılmamağı var ya, hər məqamda. O bayaq danışdığımı dedi, qız nəvəsi Səkiniyə, dedi balası Səkiniyə. Dedi, yanan qəlbimi yandırma, elə bilirsən mən yox idim, mən hər məqamda vardım. O məqamlardan biri də Xulinin evindədir, Xulinin evi. Bilirsiniz, ona görə bu Şami Qəriban söhbətidir, amma xanım Zəhradır mənim məqsədim burada, ona görə danışıram sizə. Sonra xanımın öz müsibətinə də işarə eləyəcəm. Tarixlər yazır bunu. Deyir, Xuli qabaqcadan gəldi, çatdı, onun evi Kərbəla ilə Küfənin arasındaydı. Küfədən bir fərsəx aralı, fərsəx yəni 5 kilometr, təqribən 5 kilometr yarım. Bir fərsəx o vaxt ona deyərdilər. Gəldi, çatdı evinə. Xanımı ki gördü, eşitmişsiniz, bunu çox eşitmişsiniz, ona görə vaxtı çox almıram. O təndirdən ki nur, səmaya nur qalxır, gəldi, gördü bu nur nədən qalxır, gördü bir kəsilmiş baş qoyulub təndirdə, külüstə. Xanım aldı qucağına onu. Dedi, səni an verirəm Peyğəmbərə, Məhəmməd Mustafaya, səni an verirəm Əliyül Murtazaya, səni an verirəm xanım Zəhraya. Sən kimsən? Deyir, fəsih dillə belə bir nida gəldi. Ənəl ətşan, ənəl məzlum, ənəl qərib. Mən qəribəm, mən məzlumam, mən ətşanam. Bu dəhşətə o xanım dözə bilmədi. Uğmiyə əleyh, belədir, uğmiyyət əleyh. Ürəyi getdi, uğmiyə əleyha. Ürəyi getdi, amma indi sonra özü nəql eləyir gördüklərin. Deyir, ürəyim gedəndə gördüm ki, 4 mücəllələ xanım, mücəllələ yəni möhtəşəm və möhtərəm, bilinir simalarından. Amma onların önündə bir xanım gəlir, başdan ayağa qara geydi. Deyir, gəldim, xanım deyir, mənə çatan kimi dedi, ver mənə onu. Dedim, bunu necə verərəm? Axı, bu mənim əziz qonağımdır. Bunu elə eləyib Allah mənim evimə gətirib. Dedi, sən ver mənə onu. Mən onu qucağıma almağa səndən daha yaxınam, daha layiq. Soruşdum, xanım, bəs sən kimsən? Məndən daha layiqsən onu qucağıma almağa. Dedim, mən Fatimətü Zəhrayam, onun anasıyam. İndi xanım gör nə deyir, bu necə, balası necə oxşayırdı. Dedi, İbniyəl Hüseyin, balam Hüseyin, öldürdülər səni. Su içməyivə mani oldular. Tanımadılar səni, sənin atan kimdir? Sənin anan kimdir? Tanımadılar səni. İndi İmam Hüseynlə Həzrəti Zəhranın da ayrılığı belə daxil. O günləri bir məclisdə idim, bir qardaşımız elə bir söz dedi, adamın ürəyi yandırdı. Dedi, Allah heç kəsə göstərməsin. Allah heç kəsə cavan ana ölümü göstərməsin. Allah dünyasını dəyişən analarımızın ruhunu şad eləsin. Hər kəsin də anası həyatdadır, Allah onlara uzun ömür versin. Dedi, yenə deyirəm, Allah göstərməsin, dilim də gəlmir. Amma indi görmüşük də, birdən bir ana dünyasını dəyişəndə, evdə balaca uşaq olanda, birinci iş o uşaqları evdən uzaqlaşdırmaq olur. Tez deyirlər ki, ən azı qonşuya apar. O görməsin, o bilməsin.
İndi Ümmü Gülsümün 3 yaşı var. Zeynəbin 5 yaşı var. Hüseynin 6 yaşı var. Həsənin 7 yaşı. Amma bu balalar isə nəinki evdən uzaqlaşmaq. Bu balalar özləri su daşıdılar, anasına qusul verir. Bunlar özləri su daşıdı. İmam Hüseyin əleyhissalam kəfənə tutdu xanım Zəhranı. Çağırdı, balalarım, gəlin anavızla vida eləyin. İndi sizə bunu danışıram ha. Çox danışmışam bunu. Yenə danışıram. İnşallah ömür versə Allah yenə danışacağım. Çünki hamımıza vacibdir Peyğəmbər və ali Peyğəmbərin məzlumiyyətin yaymaq, danışmaq, demək, yaşatmaq. İmam Sadiq necə dedi? Dedi, ey Füzeyl, ətəclisun və tətəhəddəthun, oturursunuz, danışırsınız. Dedi, bəli ağa, dedi, o danışmağı demirəm, o oturmağı demirəm. Oturursunuz, bizim müsibətimiz, cəddimiz Hüseynin müsibətini danışırsınız. Əhl-i Beytin məzlumiyyətindən danışırsınız. Dedi ki, dedim ağa, bəli, otururuq, danışırıq. Gör İmam Sadiq nə dedi? Dedim, mən elə çox istəyirəm o məclisləri. Elə çox istəyirəm o məclisləri ki, o məclisdə otursunlar, cəddim Hüseynindən danışsınlar. Nənəm Zəhranın müsibətini danışsınlar. Elə çox istəyirəm o məclisləri, İmam Sadiq dedi. Bu danışacağım hadisədə sonda belə yazır. Yazır ki, səmadan bir nida gəldi, ya Əli, balaları analarından ayır. Çünki bu səhnə səmada mələkləri ağladır. İndi gör nə ağır müsibət deyə, onu danışıram sənə. Onu danışıram sənə. Kəfənə tutdu, Həzrət-i Zəhranı İmam, Həzrət Əli qoydu evin ortasına. Dedi, balalarım, gəlin indi anavızla vida eləyin. İmam Həsən, Həzrət-i Zeynəb, Ümmü Gülsüm, amma Həzrət Əli baxdı, gördü İmam Hüseyin gəlmir yaxına. Gəlmir yaxına. Özdə, həmd olsun Allah'a, bunlar xırdalığına qədər yazılır. Məsələn, İmam Həsən gəldi, necə qucaqladı anası, Həzrət-i Zeynəb sinəsinin üstə yıxıldı. Ümmü Gülsüm necə gəldi, qucaqladı anasını, deyir, İmam Hüseyin amma ayaq tərəfdə qalmışdı. Yaxına gəlmirdi. Deyir, Həzrət Əli dedi ki, oğul Hüseyin, axı mən dedim, anavızla bu son vidadır, niyə gəlmirsən? Dedi, axı, anam heç vaxt mənim belə qarşılam. Mən həmişə elə bircə çağırardım, anacan deyərdim, ya ummah deyərdim. Anam əllərini açardı, deyərdi ki, can balam. Ona görə anam məni elə qarşılamalıdır. Kitablar yazır ki, bu yerdə kəfənin bəndi açıldı.